Zunnun Misri böyük ariflərdən biri olub. O, belə bir hadisəni nəql edir. Bir gün Allahın yaratdıqları barədə təfəkkür etmək məqsədi ilə Nil çayına yaxınlaşdım. Elə bu an bir əqrəbin sürətlə suya tərəf qaçdığını gördüm. Öz-özümə dedim ki, axı əqrəb üzə bilmir. Çaya düşsə, boğulacaq. Nil çayına çatdıqda sudan bir tısbağa çıxdı. Sanki bir gəmi kimi sahildə əqrəbi öz çiyinlərinə mindirərək suda hərəkət etməyə başladı. Suyu keçdikdən sonra əqrəb enərək yenidən sürətlə hərəkət etməyə başladı. Mən də əqrəbin ardınca hərəkətdə idim. Uzaqdan bir cavanın ağacın kənarında yatdığını və zəhərli ilanın onu sancmağa hazırlaşdığını gördüm. Elə bu andaca əqrəb ilanı sancaraq onu öldürdü və həmin o gənci ölümdən xilas etdi. Mən əqrəbin ardınca getdim və tısbağanın onu geri qaytarmaq üçün çayın sahilində gözlədiyini müşahidə etdim. Bundan sonra cavana yaxınlaşıb baş verənləri ona danışmaq istədim. Amma şərab qoxusundan onun məst olduğunu anladım. Həmin o gənci oyadıb hadisəni ona olduğu kimi danışdım. O gənc məstlik halından ayılarkən hönkürtü ilə ağlamağa başladı və dedi: "Mən günahkar və dinsiz biri olduğum halda Yaradan məni bu cür qoruyursa, gör ona iman gətirsəm məni necə qoruyar."